Kanalda xəbər axını davam edir. Sosial hüquqlarınızla bağlı mütəmadi məlumatlı olmaq istəyirsinizsə, ekrana yaxın əyləşin, odur ki, obyektiv efirdədir. Prezident İlham Əliyevin 2018-ci il avqustun 9-da imzaladığı fərmanla Azərbaycanda Dost Agentliyi yaradıldı. İlk Dost mərkəzi isə 2019-cu il mayın 9-da açıldı. Birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Dost layihəsi əhaliyə göstərilən sosial xidmətin ən müasir və yeni modelidir. Dost Agentliyi bu illər ərzində ölkə əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə Dost mərkəzləri şəbəkəsi vasitəsilə rahat çıxışını təmin edir. Fəaliyyət dövründə mərkəzlərdə 3,4 milyondan çox vətəndaşa xidmət göstərilib. Dost xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi isə 98,5%-dir. Sosial xidmətlər almaq üçün hər birimizin üz tutduğu yeganə məkan var. Dost. O dost ki, hər dəfə problem olanda, işsiz qalanda, yardıma ehtiyacımız olanda, ana olanda, hətta doğmamız vəfat edəndə belə onun qapısını döyürük və nə xoş bizə ki, artıq 7 dostumuz var. İrəlidəki dəqiqələrdə mövzumuz bu olacaq. Bu haqda danışacağıq, elə qonağımız da dost biri olacaq. İndi isə gəlin görək, sosial gündəmdə nələr var. Beləliklə, Dost TV-yə bağlanırıq. Həmkarım Əsmər Nəcməddin qızı bizə bu istiqamətdə yardımcı olacaq. Əsmər, söz sizindir, buyurun. Hər vaxtınız xeyir olsun, Aybəniz. Yenidən sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Son günlər sosial sahədə kifayət qədər mühüm hadisələr baş verib, indi hər birini ətraflı şəkildə təqdim eləyəcəm. İlk xəbərimiz isə məşğulluq sahəsi ilə bağlı olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada 90 işə götürən tərəfindən 822 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə iş öhdəlikləri barədə vətəndaşlara ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi və Dövlət Məşğulluq Agentliyi birgə təlim və peşə kursları təşkil edib. Müdavimlərə humanitar mina təmizləmə və döyüş sahəsinin təmizlənməsi təlimləri keçirilib. Həmçinin həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi mövzusu üzrə hazırlıq kursları təşkil olunub. Təlim və kursları müvəffəqiyyətlə bitirən 137 şəxsə sertifikatlar təqdim edilib. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 200-ə yaxın benefisiara xidmət göstərilir. Həssas qruplara aid şəxslərin yaradıcı potensialının, bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərildiyi mərkəzdə və filiallarında ötən dövr ərzində 700-dən çox benefisiar müxtəlif xidmətlərdən faydalanıb. Bu ilin birinci rübə ərzində Nazirliyin e-sosial internet portalından 3,3 milyon dəfə istifadə olunub. Vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara çıxış və sosial əmək hüquqlarının təminatına nəzarət imkanı yaradan portalda qeydiyyatdan keçən aktiv istifadəçi sayı 2.325.000-ə çatıb. Və son olaraq, hörmətli tamaşaçılar, bir beynəlxalq uğurumuzu diqqətinizə çatdırmaq istəyirəm. Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriya Asiya Sakit Okean regionu üzrə keçirilən nüfuzlu Asiya mükafatı beynəlxalq qiymətləndirmə müsabiqəsində Asiyanın əmək bazarı üzrə ən yaxşı təşkilatı mükafatı ilə təltif olunub. Observatoriya bu mükafata əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti və nailiyyətlərinə görə layiq görülüb. Belə hörmətli tamaşaçılar, son günlərin əsas sosial hadisələri ilə bağlı mənim sizə bugünlük çatdıracaqlarım bu qədər. Obyektiv davam eləyir. Sözü yenidən həmkarım Aybənizə ötürürəm. Buyurun, söz sizdədir. Ətraflı məlumatlar üçün təşəkkür edirik, Əsmər. Qeyd edim ki, Dost TV ilə ortaq yayım sayəsində siz son günlərin sosial hadisələri haqqında məlumat aldınız. Biz isə Realın studiyasında mövzunun müzakirəsinə başlayırıq və artıq qonağımız da gəlib. Beləliklə, Dost Agentliyinin İdarə Heyətinin sədr müavini Aygün Musayeva bizimlədir. Xoş gəlmişsiniz. Təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Biz təşəkkür edirik gəldiyiniz üçün. Əvvəl onu deyim ki, Dost Agentliyinin yaranması, ümumiyyətlə Dost xidmətlərinin formalaşması çox uğurlu oldu ölkəmiz üçün və nə xoş bizə ki, bu bir Azərbaycan brendidir. Aygün xanım, səhvim varsa düzəldin, səhv eləmirəmsə 6 ildir Dost var.
Bu 6 ildə nələr oldu? Çox sağ olun. Bir daha təşəkkür edirəm dəvətiniz üçün. Doğru vurğuladınız ki, Dost brendi həm dünyadakı unikallığı ilə seçildi, eyni zamanda Azərbaycan vətəndaşları üçün sosial sahədə xidmətlərə əlçatanlığın təmin edilməsində böyük rol oynadı. Və beləliklə 2019-cu ildən etibarən Dost Agentliyi vətəndaşlara xidmət göstərməyə başladı. Xidmət belə deyək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə aid bütün xidmətlərin bir pəncərədən, vahid məkandan əhaliyə çatdırılmasını özündə ehtiva edirdi. Dost xidmətlərinin göstərilməsi beləliklə əmək münasibətləri istiqamətində, məşğulluq istiqamətində, əlillik, sosial müdafiə, yəni əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər və yardımçı funksional xidmətlər də daxil olmaqla müxtəlif istiqamətlərdə xidmətlərin göstərilməsinə başlandı. Qeyd etdiyim bu qədər sıraladığımız xidmət istiqamətləri ilə bağlı vətəndaşların müraciətləri artıq bir pəncərədən göstərilməyə başladı və vətəndaşlar yalnız bir məntəqəyə yaxınlaşmaqla xidmətləri almaq imkanı əldə etdilər. Dost Agentliyinin bu xidmətlərin göstərilməsinə yanaşması, Dost Agentliyi vasitəsilə, xidmət mərkəzləri vasitəsilə vətəndaşlara belə bir imkan yaratdı ki, onlar qısa müddət ərzində istədikləri xidməti ala bilsinlər. Təkcə 2025-ci ilin birinci rübündə vətəndaşlara göstərdiyimiz xidmət sayı 41 min təqribən hesablanıb. Bu isə gündəlik olaraq indiki mərkəzlərimizin sayı nisbətində gündəlik olaraq 5-6 min vətəndaşın qəbul edilməsi deməkdir. Eyni zamanda beynəlxalq səviyyədə marağın olması da bu brendin, bu fəaliyyətin uğurlu olmasının göstəricilərindən biri hesab eləmək olar. Sosial xidmətə ehtiyacı olan hər kəsə Dost mərkəzlərində xidmət göstərilir və hətta belə də demək olar, anadan olandan vəfat edənədək. Hər kəs üçün xidmətlər əlçatan olmalıdır amma onda nəzərə alaq ki, Dost mərkəzlərinin xidmət göstərdiyi şəxslər içərisində əsas həssas kateqoriyadır. Hansı ki, bura daxildir ahıl şəxslər, əlilliyi olan şəxslər, hansı ki, onların evdən çıxması məqbul hesab olunmur. Bu şəxslər üçün xüsusi dəstək xidmətləriniz varmı? Əlbəttə ki, biz başlayanda bir mərkəzlə 2019-cu ildə başlasaq da bugün artıq bizim 7 mərkəzimiz fəaliyyət göstərir. Bir filialımız, bir Smart Dost məntəqəmiz fəaliyyət göstərir. Bu mərkəzlərimizdən 5-i Bakı şəhərində, paytaxt şəhərindədir, biri Abşeron rayonundadır, digəri Qarabağ regional Dost mərkəzidir ki, Bərdər rayonunda yerləşir. Eyni zamanda Zəngilanın Ağalı kəndində Smart Dost məntəqəsi fəaliyyətə başladı. Eyni zamanda Şuşada bizim belə deyək, mədəniyyət paytaxtımızda filialın açılması baş verdi və filial artıq fəaliyyətə başlayıb vətəndaşlara xidmət göstərir və bu da çox sevindiricidir. Hər birimiz üçün sevinclidir və qürur vericidir. Bu mənada şəbəkənin genişlənməsi xidmətlərə əlçatanlığı artırmış oldu. Eyni zamanda əgər qeyd etdiyiniz kimi müəyyən kateqoriyadan olan şəxslər var ki, onların evdən çıxmaq imkanları məhduddur. Bəzən mümkün deyil. Hərəkət məhdudiyyəti olan şəxslər, ahıl olan şəxslər bizim səyyar xidmətlərdən yararlana bilirlər. Səyyar xidmətlər də var. Səyyar xidmətlərimiz təşkil olunub ki, vətəndaş sayt üzərindən bir neçə üsulla səyyar xidmət sifariş edə bilər. Olduğu məkana, bunun biri çağrı mərkəzinə zəng edərək sifarişi formalaşdıra bilər. Digər bir vasitə isə Dost Agentliyinin rəsmi internet səhifəsindən, səyyar xidmət bölməsindən sifarişini formalaşdıra bilər. Və beləliklə bizim əməkdaşlar, mərkəzlərin müvafiq əməkdaşları sifariş əsasında vətəndaşın hansı xidmətdən yararlanmaq istədiyini müəyyənləşdirirlər. Onlarla əlaqə saxlayırlar, dəqiqləşdirirlər məlumatı. Eyni zamanda sənədlərin hazır olub-olmadığını müəyyənləşdirdikdən sonra vətəndaşın verdiyi məlumatlar əsasında vətəndaşın istədiyi tarixdə, saatda onun evinə yaxınlaşaraq xidməti yerində göstərə bilirlər. Beləliklə biz bu mənada da vətəndaşlar üçün xidmətin əlçatanlığını təmin etmiş oluruq. Siz artıq 142-ni qeyd elədiniz, amma doğrudan da vətəndaşlar 142-yə də zəng edə bilərlər. Daha çox yaşlı nəsil öyrəşib ki, yox, mən
öz yerinə getməliyəm, orada sual verməliyəm. Amma bəzən hər hansı bir suala cavab almaq üçün heç mərkəzə durub getməyə də ehtiyac yoxdur. 142-yə də zəng edə Tamamilə bilirlər. doğrudur. Buradan elə irəli gələrək, sizin qeyd etdiyinizdən irəli gələrək qeyd etmək istəyirəm ki, xidmətlərin göstərilməsi formaları bir-birindən fərqlənir. Müxtəlif göstərmə formaları var. Bunun biri qeyd etdiyimiz kimi canlı şəkildə mərkəzlərə yaxınlaşmaq olsa da, digər biri çağrı mərkəzinə zəngdir, digər biri elektron xidmətlərdən istifadədir, digər biri səyyar xidmətdir, bayaq haqqında bəhs etdiyimiz səyyar xidmətdir. Eyni zamanda vətəndaş elektron xidmətlərdən də istifadə edə bilər və hər bir mərkəzdə yaradılmış özünü xidmət güşələri də vətəndaşların xidmətlərdən rahat şəkildə istifadə etməsinə xidmət eləyir. Belə ki, elektron xidmətlərimiz var ki, onlar vətəndaşın özü tərəfindən şəxsən müraciət əsasında həyata keçirilir. Bu istiqamətdə olan xidmətlərə müraciət etmək üçün vətəndaşın əgər evində internet bağlantısı ilə bağlı çətinlik varsa, elektron belə deyək, avadanlıqlardan istifadə bacarıqları buna imkan vermirsə, onlar dost mərkəzlərinə yaxınlaşaraq, dost mərkəzlərinin hər birində yaradılmış özünə xidmət masalarında quraşdırılmış kompüterlər və onlara kömək edəcək könüllülərin, təcrübəçilərin yardımı ilə həmən xidmətlərdən yararlana bilərlər. Bu da xidmətə əlçatanlığın təmin olunması üçün atılmış addımlardandır. Yəni çıxışlar müxtəlifdir. Yetər ki, tamaşaçılarımız məlumatlı olsunlar bu barədə. Biz biraz sonra davam edəcəyik Aygün xanım. İndi isə istəyirəm tamaşaçıların diqqətinə çatdırmaq istədiyimiz bir reportajımız var. 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günüdür və hətta bununla bağlı bu yaxınlarda ölkəmizdə böyük bir konfrans da baş tutdu. Beləliklə, indi təqdim edəcəyimiz reportaj vasitəsilə biləcəyik ki, biz əməyimizi necə mühafizə etməliyik. Gəlin baxaq. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə dünyada gün ərzində 6000, il ərzində isə 2 milyondan çox insan iş yerində bədbəxt hadisələr nəticəsində, yəni əməyin mühafizə olunmaması səbəbindən həlak olurlar. Əməyin mühafizəsi dedikdə, işçilərin sağlam və təhlükəsiz iş rejimində çalışması, istehsalat qəzalarından və peşə xəstəliklərindən qorunması, əmək şəraitinin normativlərə uyğun təşkil olunması nəzərdə tutulur. Azərbaycanda əməyin mühafizəsi sahəsində işçilərin hüquqları qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, həmçinin əməyin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən işçilərin hüquqları bunlardır. Təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunmaq. Əməyin mühafizəsi üzrə məlumat almaq. İşə başlamazdan əvvəl və dövrü olaraq təlimatlandırılmaq. Təlim keçmək. Fərdi mühafizə vasitələri ilə təmin olunmaq. Sağlamlığa zərər vurulması təhlükəsi olduqda işi dayandırmaq. İstehsalatda baş verən bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılmasını tələb etmək. İş şəraitinə görə konsepsiya və güzəştlər almaq. Müalicə və bərpa üçün təminat almaq. Bəs gəlin görək Azərbaycan dövləti bizim bu hüquqlarımızın qorunmasına nəzarəti necə həyata keçirir? Hələ bu məqsədlə də 2010-cu ildə Azərbaycanda ilk dəfə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun qəbul edildi. Bu qanunun qəbulundan sonra sığortaçılar, özəl sığorta şirkətləri başladılar müəssisələrdə işçilərin həyatlarını sığortalamağa. Və bunun nəticəsində də sığorta şirkətləri bütün işə götürənlərə, sığortalanan bütün işə götürənlərə əmək mühafizəsi sahəsində təlimlər, maarifləndirmə işləri görməyə başladılar və bu da gələcəkdə baş verə biləcək istehsalatda bədbəxt hadisələrinin önünün kəsilməsində çox böyük rol oynadı. İşğaldan azad olunmuş ərazilərdə maarifləndirmə sahəsində çox işlər görmüşük. Tək ötən il ərzində 40-dan çox işə götürənə 4000-dən çox işçiyə əmək mühafizəsi qaydalarına aid təlimlər, maarifləndirmə tədbirləri keçirilmişdir. Qeyd edək ki, əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hazırda Əmək Məcəlləsinə 200-ə yaxın dəyişiklik üzərində işlər aparılır. Bu barədə 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev məlumat verdi. O, həmçinin bildirdi ki, əməyin mühafizəsi üzrə artıq 58 milli standart təsdiq edilib və daha 111 standart da hazırlanaraq tamamlanmaq üzrədir.
Davam edirik. Ölkəmiz koronavirus pandemiyası kimi ağır bir bəladan da keçdi. Bu bizim üçün bir növ əslində həm də təcrübə idi və bu təcrübə sayəsində biz başa düşdük ki, rəqəmsallaşma mütləqdir və olmalıdır, əhəmiyyətlidir. DOST xidmətləri bizim işimizi çox asanlaşdırır, aydındır. Amma az öncə də qeyd etdiyim kimi, bu kimi kritik məqamlarda başa düşürük ki, yox, rəqəmsallaşma lazımdır. Ümumiyyətlə, bu məsələyə DOST agentliyi necə yanaşır? Əslində, DOST mərkəzləri vasitəsilə xidmətin göstərilməsi həm də elektron xidmətlərin inkişafı, onların sayının artmasına da xidmət elədi. Sanki əgər biz vətəndaş yönümlü xidmət sisteminin qurulmasına çalışırıqsa, bu bir mənalı həm də onu özü ilə gətirir ki, biz xidmətləri elektronlaşdıraq və vətəndaş heç bir yerə getmədən xidməti əldə edə bilsin. Bugün də çox böyük həm yerli səviyyədə, həm beynəlxalq səviyyədə çox müzakirə olunan və maraq yaradan məsələlərdən biri proaktiv xidmətlərdir. Proaktiv xidmətlər bu o deməkdir ki, vətəndaş öz hüququnu əldə etmək üçün heç yana müraciət etmir, heç kimi axtarmır. Sistem onu özü müəyyənləşdirir, hüququnu müəyyən hüququ barədə də məlumatı yoxdur. Hətta bəzən vətəndaşın hüququ barədə məlumatı olmadığı halda onun hüququnu müəyyənləşdirir və təmin edir. Və bir sıra sosial müdafiə istiqamətindəki bir sıra xidmətlərimiz, müavinət, əmək pensiyaları və təqaüdlər istiqamətində xeyli sayda, 30-40 sayda xidmətimiz proaktivləşib. Yəni, vətəndaşın bunun üçün müraciət etməsinə ehtiyac yoxdur. Əlbəttə ki, əgər vətəndaş pensiyasının, proaktiv qaydada təyin edilmiş pensiyasının yenidən hesablanması üçün müraciət edirsə, onun müraciəti geri çevrilməyəcək. Təbii ki, o müəyyən sənədləri təqdim edərək pensiyasının yenidən hesablanmasını istəyə bilər. Proaktiv xidmətlərin təmin edilməsi bu elektronlaşma, rəqəmsallaşma istiqamətində atılmış əsas addımlardan idi. Eyni zamanda ünvanlı dövlət sosial yardımı, hansı ki əsas xidmət növlərimizdən biridir, xidmətlərimizdən biridir. Bu xidmət üçün müraciət də elektronlaşıb və vətəndaş əslində əgər belə deyək də elektron avadanlıqlardan istifadə etmək bacarığı varsa, heç kimin köməyi olmadan, heç kimə ehtiyac yaranmadan özü öz məlumatlarını sistemə daxil etməklə müraciətini ünvanlaya bilər Dövlət Sosial Müdafiə Fonduna. Eyni zamanda övladlığa götürmə istiqaməti üzrə, himayədar ailə istiqaməti üzrə olan xidmətlərdən yararlanmaq üçün müraciət elektronlaşıb və müvafiq alt sistemlər vasitəsilə vətəndaş bu istiqamətdə müraciət edə bilər. Ən çox istifadə olunan xidmətlərdən biri də arayışların əldə edilməsidir. İş yerlərinə, səfirliklərə və s. bu istiqamətdə arayışlar da elektronlaşır və vətəndaş e-sosial portalında öz şəxsi kabineti vasitəsilə daxil olaraq müxtəlif ona lazım olan istiqamətdə elektron arayışı əldə edə bilər. Artıq bir dəfə bu barədə məlumat verdik. DOST xidmətlərindən məmnunluq səviyyəsi 98,5%-dir. Vətəndaş nədən razıdır? Bu məlum məsələdir, xidmətdən razıdır. Faiz az da olsa, amma bu da çox önəmlidir ki, 1,5% vətəndaş nədən narazıdır? Araşdırmısınızmı? Bəli, əlbəttə ki, bu rəqəmlər hansısa rəqəmlər əsasında, hansısa məlumatlar əsasında formalaşır. Məmnunluq necə formalaşırsa, yerdə qalan məmnun olmayan əhali qisminin də məlumatlar təhlil olunur və müəyyən datalar əldə olunur. Burada vətəndaşın şikayəti deyək ki, almaq istədiyi, hüququ olmadığı halda iddiasında olduğu belə deyək də xidmətin ona da şamil edilməsini istəyirsə və ala bilmirsə, təbii ki, bundan şikayətçi olur. Yəni xidmətdən narazı deyil əslində, problemin həll olunmamasından narazıdır. Bəli, əslində vətəndaşın deyək ki, hüququ yoxdur bu məsələyə, amma vətəndaş iddia edir ki, onun hüququ var və o ondan şikayətçi olur. Əslində bu bizim üçün çox əhəmiyyətlidir ki, vətəndaşa sosial agentlər tərəfindən göstərilən yerindəki xidmət nə dərəcədə yaxşı göstərilibdir. Biz adətən belə bir şikayətlə qarşılaşmırıq. Daha çox hüquqların bərpa edilməsi istiqamətində, eyni zamanda vətəndaş deyək ki, bəzən aqressiv vətəndaşlarımız olur ki, ümumiyyətlə əhval-ruhiyyəsi bir balaca deyək ki, xoş olmadığı halda
şikayətini bildirə bilir. Amma bu şikayətlərin hər biri şikayətin istiqamətindən asılı olaraq Nazirliyin müvafiq tabeli qurumları ilə araşdırılır və nəticəsi barədə vətəndaşa təkrar belə deyək, zəng olunaraq onun məlumatı təkrar onun diqqətinə çatdırılır. Bir sıra hallarda vətəndaş dinləmək istəmədən mərkəzi tərk edəndə bizim komanda, mərkəzin müvafiq mərkəzlərin komandaları həmin vətəndaşla mütləq daha sonra əlaqə saxlayırlar və onun problemi bir daha aydınlaşdırmağa çalışırlar. Eyni zamanda çağrı mərkəzinə zəng edən vətəndaşlar olur ki, onlar da müəyyən məsələlərlə bağlı şikayətlərini edirlər. Bu da eyni qaydada müvafiq tabeli qurumlara yönləndirilməklə, araşdırılmaqla vətəndaşın müraciəti cavablandırılır. Hətta deyə bilərəm ki, vətəndaşın müraciəti arxa ofislərə, yəni bizim xidmətlərin sahibi olan bizim tabeli qurumlarımızın araşdırılmasına getdikdən sonra nəticəsi barədə rəsmi cavabı biz dost mərkəzlərində şəxsən zəng edib onlara cavabın hazır olduğunu, gəlib mərkəzdən götürə biləcəkləri barədə məlumatı diqqətlərinə çatdırır və vətəndaşlar bundan da xeyli razılıqlarını bildirirlər. Aygün xanım, vaxtımız azdır, çox qısa cavab istəyəcəm sizdən və mən əminəm ki, dost xidmətləri bizim üçün doğrudan da xidmətləri daha çox əlçatan etdiyindən hamı gözdə qulaqdadır ki, başqa haralarda dost mərkəzləri açılacaq. Naxçıvan, Gəncə və Quba rayonlarında dost mərkəzlərinin açılması planlaşdırılır. Həm də onu qeyd etmək istəyirəm ki, hətta hansısa rayonda dost mərkəzləri yoxdursa və vətəndaş Bakıda yaşayırsa, qeydiyyatından asılı olmayaraq, vətəndaşın harda qeydiyyatda olmasından asılı olmayaraq, istənilən dost mərkəzinə yaxınlaşıb xidmətdən yararlana bilər. İnşallah xeyirli uğurlu olsun. Çox sağ olun, suallarım bu qədər idi. Cavablar üçün minnətdarıq. Mən minnətdaram, təşəkkür edirəm. Qeyd edim ki, Obyektiv efirdə idi və qonağım isə Dost Agentliyinin İdarə Heyətinin sədr müavini Aygün Musayeva idi. Məndən hələlik bu qədər, amma realda xəbər axını davam edir.